Buyurur, elə ki verdin fəqirə, bunu bil, alan Allahdır, fəqir deyil. Alan Allahdır. Kəsdin qurbanlığı, apardın, verdin fəqirə. Və yaxud da elə bir sədəqə verdin, ehsan elədin bir fəqirə. Elə ki o sənin əlindən aldı, bunu bil, alan o deyil, Allahdır. Ələm ya'ləmu, ayəyə baxın, hətta sual verir. Tövbə surəsi 104-cü ayədə. Niyə bilmədilər ki, ənnəlləhə huvə yəqbəlud tövbətə ən ibadi. Allahdır bəndələrindən tövbəni qəbul edən. Niyə bilmədilər ki, Allahdır yəxuzuz sədəqat. Sədəqələri neyniyən? Alan. Allahdır yalan. İmam Sadiq əleyhissalam buyurur ki, fəqirin əlinə əlin deyməmişdən qabaq əlivə Allahın əli deyir. Və bil ki, Allah onu birinci o yox, Allah alır səndən. Və ennəlləhə huvət təvvabur rəhim. Allahdır neyniyən? Tövbələri qəbul eləyən.